aktual gündəmdə əsas gündəm mövzularından biri bugün Nikol Paşinyan istefa verəcəyini bəyan elədi. Ermənistanda hansı siyasi proseslər gedir? Bunu müzakirə eləyəcəyik. Studiyamızda Rəşad Bayramovdur, politoloq. Xoş gördük Rəşad müəllim sizi. Xoş gördük. Bugün hökumətin növbəti iclası keçirildi və bu sonuncu iclası idi. Paşinyan artıq bəyan etdi ki, növbəti kabineti formalaşdırmaq üçün istefaya gedəcək. Çünki parlament seçkiləri başlayır. Üzr istəyirəm, yeni parlament işinə başlayır. Ayın 2-sində başlayacaqdır və əlbəttə ki, yeni kabinet fəaliyyət göstərəcək. Lakin Ermənistanın qarşısında 3 böyük seçim var. Daha dəqiq desək, bunun birini Rusiya deyir. Çünki Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim. Biri bizim sülh razılaşmamızın şərtidir, konstitusiya ilə bağlı. Birini də Paşinyan və onun tərəfdarları təzə fikirləşiblər. Bu da TRIP layihəsi ilə bağlıdır. Bunu atıblar gündəmə ki, bu məsələ referendumda həll olunmalıdır və artıq xalq desin ki, bu layihə bizə lazımdır, yoxsa yox. Biz əslində neçə gündür bunu müzakirə edirdik ki, parlament seçkilərindən sonra bugünə qədər Ermənistan müxtəlif infrastruktur layihələrini, o cümlədən Avropa İttifaqı ilə Brüsseldə imzalanmış saziş, İranın Kacaranda yer qazması, Fransanın növbəti dəfə Bərgüşad layihəsi ilə bağlı təklifləri və eyni zamanda Türkiyədən Qars dəmir yolunun artıq tamamilə, daha dəqiq desək, məhz o hissə, yəni Gümrüdən Türkiyə sərhədini keçəndən sonraki dağılmış hissə var, onun bərpasının işlərinin başlanması məsələsi gündəmə gətirilir və indi də TRIP məsələsində, yəni İranın bilirik tələbləri, təzyiqləri var və bu referendum atmaqla Paşinyan nəyə nail olmaq istəyir? Buyurun. Təbii ki, yəni istefası təbiidir, çünki qeyd etdiyimiz kimi mütləq şəkildə parlamentin yeni tərkibində yeni kabinet formalaşmalıdır. Və qarşıda duran ən böyük vəzifə də məhz həm Ermənistanın özü üçün vacib olan, həm də bizim üçün vacib olan konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsidir. Biz bilirik ki, seçkidən sonra Paşinyan hakimiyyəti faktiki olaraq konstitusiya dəyişikliyini həyata keçirə biləcək kvotanı əldə etmədi. Yəni parlamentdə bu məsələnin referenduma çıxarılması ilə bağlı lazım olan say tərkibi bu günləri əlində yoxdur. Amma bu və ya digər şəkildə təzyiq göstərməklə və yaxud da hansısa danışıqlarla belə bir referendumun keçirilməsi ehtimalı var. Hər halda indi Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirmək Paşinyanın 18-ci ildə hakimiyyətə gəlməsindən daha çətin bir şey deyil. Yəni, hansısa formada bu işi təmin etmək olar. Yerdə qalır digər iki məsələ. Mən həmin iki məsələ ilə bağlı hər hansı bir formada referendum keçiriləcəyini indiki mərhələdə düşünmürəm. Bir sual verim. Ola bilərmi belə bir bazarlıq olsun? Mən hipotetik deyirəm bu sualı. Paşinyan desin ki, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında müqayisəli referendum keçirirəm, gedirəm ona. Hətta orada elə eləyəcəm ki, Avrasiya İttifaqı önə keçsin. Xalq desin ki, Avrasiya İttifaqı. Əvəzində də konstitusiya, çünki konstitusiyanın dəyişdirilməsi Paşinyanın özünə də lazımdır. Sonra da deyər ki, indi referendumda xalq elə düşündü, amma reallıq dəyişdi. Yəni, bu plan ola bilər, yoxsa düşünmürəm. Yoxdur? Yəni, bu bazarlıq predmeti ola bilməz. Çünki hər iki halda, yəni Avrasiya İqtisadi İttifaqı, yəni Avropa İttifaqının belə deyək, bir kənara atılması ilə Avrasiya İqtisadi İttifaqında qalma ilə bağlı bir bazarlıq olacaqsa Rusiya tərəfindən, bu elə dolayısıyla Paşinyan hakimiyyətdən getməsi kimi bir şeydir. Çünki Qərbin təzyiqi artıq formalaşmış olacaq Ermənistan üzərində və Ermənistanda da Paşinyan faktiki olaraq Qərbin dəstəyi ilə orada qalıb. Yəni, sən bu günləri Avropa İttifaqına yox deyən bir bazarlığa yedirsənsə, faktiki olaraq Qərbin dəstəyinin itirilməsi deməkdir bu və bu da sənin dəyişilmən deməkdir. Hər hansı bir digər qərb yönümlü namizədin artıq daha qabarıq şəkildə Avropa tərəfindən dəstəklənməsinə və artıq bunun da hazırlıqları gedir. Hazırlıqları da var, Simonyan kartı var, digərləri var. O baxımdan düşünmürəm Paşinyan bu bazarlığa geçsin, belə deyək, Rusiya tərəfi ilə. Amma hansısa formada başqa məsələlərlə bağlı bir razılaşma ola bilər. Misal üçün, TRIP layihəsində Rusiyanın hansısa maraqlarının təmin olunması ilə bağlı hər hansı bir bazarlıq predmeti ola bilər və yaxud da digər istiqamətlərdə və yaxud da qeyd etdiyimiz kimi, indiyə qədər də dəfələrlə danışmışıq bunu. Ermənistanda, belə deyək, Karapetyanın lideri olduğu
partiyanın parlamentə düşən deputatlarının böyük əksəriyyətin iş adamları olması və onlar üzərində hansısa təzyiqin formalaşdırılması kimi məsələlər ola bilər. Axırı ki, Paşinyan məcburdur ki, konstitusiya dəyişiklikləri ilə bağlı referendumu keçirsin. Bircə dəqiqə çox təcili bir xəbər gəldi. Bilirsiniz ki, Paşinyan bu dəqiqələrdə brifinq verdi və brifinqdə belə bir söz işlətdi. Ermənistan Rusiyadan dəmir yolu xətlərinin icarəsi üçün illik 2 milyard dollar tələb edə bilər. Bu hansı rəqəmdir? Biz indi bunu danışacağıq. Niyə 2 milyard? Cənubi Qafqaz dəmir yoluna dair məsələdə məhkəmə prosesləri və arbitraja müraciət edilməsi ehtimalını da istisna eləmirik. Biz nəqliyyat şəbəkəsini öz mülkiyyətimiz hesab edirik və onu müstəqil şəkildə idarə etmək niyyətindəyik. Nə deməkdir bu? Yəni bu faktiki olaraq mən bayaq dediyimi də təsdiqləyir ki, burada Rusiyaya hər hansı bir güzəşt limiti yoxdur Paşinyanın. Paşinyan konkret olaraq bütün istiqamətlərdə davamlı şəkildə Rusiyanın monopoliyasında olan, Rusiyanın əlində Ermənistana təsir vasitəsi kimi qalan bütün rıçaqlardan bu və ya digər şəkildə qopmaq istəyir. Ona görə də davamlı olaraq bu istiqamətdə addımlar atır. Yəni hətta belə deyək, birbaşa Rusiyanın özünün dövlət olaraq nəzarətində olan sahələrdən başqa Rusiyaya bağlı olan iş adamlarının belə biz Sarıkyanın timsalında bunu gördük. Onların belə əlində olan əmlakın alınması istiqamətində addımlar atır. O Sarıkyanla bağlı xüsusi bir mənzərə var idi. Demək, o konyak zavodu bağlandı. Yəni vergilər yoxladığı üçün. Orada da belə bir şey var. Demək, ayda bir dəfə o spirt xüsusi olaraq buraxılmalıdır ki, borular təmizlənsin. İndi onu buraxılmasa, orada çox böyük partlayış ola bilərdi və bundan qorxudurdu Sarıkyan. Sonra gəldilər ki, flaşdılar və o qazı buraxdılar. Yəni əslində təkcə o zavodun yox, həm də Sarıkyanın özünün də qazını buraxdılar. Çünki seçki öncəsi söz vermişdi Paşinyan ona ki, səni nə gözləyir. Və son bu həbsləri də nəzərə alsaq, mən bilmirəm, ayın ikisində... Tək o deyil, sement zavodlarının... O aydındır, sementi əvvəldən hədəf seçmişdi və burada məsələ nədir? Ayın ikisində, hələ Sarıkyanı qoyuram bir kənara, ayın ikisində parlament başlayında, mən bilmirəm, müxalifətdən deputat qalacaq, yoxsa yox. Çünki elə siyahıda kim varsa birbaşa həbsə gedir. Çox maraqlı bir, hər halda 2 gün qalıbdır. Yəni, bugün də artıq çıxsaq 1 gün. Bu əslində problem deyil. Yəni, nə? Parlamentdə ayrı-ayrı deputatlara qarşı cinayət işlərinin qaldırılması, onların deputat toxunulmazlığının əlindən alınması və yaxud da parlamentdən uzaqlaşdırılması. Aydın, yerinə o birisi gələcək siyahıda. Bu problem deyil, çünki o qədər böyük siyahıdır ki... O gələn bunlar kimi addım atacaq ya yox? Və yaxud da o birisinin deyir, gözü çıxmış qardaşını görüb Paşinyana deyəcək yoxsa, bu çox önəmli məsələdir. Paşinyanın əlində bu günləri konkret olaraq o istiqamətdə təzyiq rıçaqları var. Yəni, başqa sözlə, həm bizim tələbimiz, həm təkcə bizim də tələbimizdir. Paşinyanın özü üçün də konstitusiya dəyişiklikləri öz hakimiyyətini qoruyub saxlamaq üçün mütləq şəkildə var. Xüsusən də onun neytrallaşdırılması istiqamətində atılacaq addımlar baxımından olduqca əhəmiyyətlidir. Ona görə də bu məsələ gec-tez öz həllini tapacaq. Yerdə qalan digər iki məsələ, hansıların ki haqqında danışırıq. Bir, Rusiyanın tələbi ilə, belə deyək, referendumun keçirilməsi. Paşinyan bu günləri tez bir zamanda təzyiq rıçaqlarını işə salmamasının və konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməməsinin əsas səbəblərindən biri də Rusiyanın Avropa İttifaqı ilə bağlı referendum keçirməsi tələbidir. Sabahları Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı referendumu keçirmək istəyəndə Rusiyanın təzyiqləri biraz da artacaq ki, sən bu referendum keçirsənsə, oraya 2 məsələ sal. Təkcə konstitusiya dəyişikliyi yox, həm də Avropa İttifaqı məsələsini sal. Niyə prosesi uzadırsan? Amma Paşinyan kifayət qədər haqlıdır bu məsələdə. Mən indidən Avropa İttifaqı hələ məni qəbul etməyə böyük ölçüdə hazır deyil. Hələ prosedurların heç biri böyük ölçüdə keçirilməyib. Avropa İttifaqına qəbulla bağlı. Ya, bunlar baş verməmiş. Mən Avropa İttifaqına qəbul olunmaqla bağlı necə referendum keçidə bilərəm? Bunun üçün bütün prosedurlar və prosedurlar da 1-2 ilin prosedurları deyil. Bunu hər birimiz bilirik. Ukrayna qapılardadır. Uzun bir dövr tələb edən vaxtdır. Qapıdan da qovdular. Bu müddət ərzində mən niyə Avrasiya İqtisadi İttifaqındakı imkanlarımdan imtina etməliyim? Bəli. Və sənin baxmayaraq ki, mənim məhsullarımın bazara çıxışına qadağa qoyursan, əvvəl balıq, sonra süd, nə bilim, mineral sular və s. və ilaxır. Bunlar, Paşinyan düz dedi əslində, bunlar Avrasiya İqtisadi İttifaqının üzv olan dövlətlər arasında imzalanmış sazişlərə də zidd daxil. Bəli. Sənin mənim məhsullarımı öz bazarına çıxışına qoyduğun qadağalar. O baxımdan bunu düşünürəm ki, uzadacaq Paşinyan və imkan verməyəcək ki, Avropa İttifaqı ilə bağlı indi referendum keçirilsin. Yox. Paşinyan arxayın olsa ki, alternativlər artıq mövcuddur. Avrasiya İqtisadi İttifaqı bir o qədər artıq əhəmiyyətli deyil. Türkiyə bazarı açılıb, Avropa İttifaqı böyük ölçüdə Ermənistan məhsullarının alışı üçün yaşıl işıq yandırıb, bütün məhsullar Avropa bazarlarına çıxa bilir. Onda deyəcək ki, referendum istənsə onda keçidin. Yəni, böyük ölçüdə artıq insanların o istiqamətdə
belə deyək, formalaşmasından sonra mövqeyinin referendum keçidə bilər. Bəs referendumu Triplə bağlı referendumdan isə ümumiyyətlə söhbət gedə bilməz. Bu məsələni ilk olaraq meydana belə deyək, atan bilirik ki, Ermənistanın keçmiş fövqəladə və səlahiyyətli səfiri Ağacanyan oldu. Ağacanyan belə deyək, təpədən... Mən xahiş edəcəm, o fona lap birinci şəkil var idi, Paşinyanın qarşısında seçki qutuları, onunla bağlı bir sualım olacaq. Onu verək. Ağacanyan bu ideya ilə çıxış edib, bilirik. Ağacanyan 18-ci ilə qədər, sonra da 21-ci ilə qədər bu və digər şəkildə ayrı-ayrı ölkələrdə səfir postunu tutdu. Amma Paşinyanla kəskin fikir ayrılıqlarına görə belə istefa verib kənara çəkilən adamdır. Hətta Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən iclasında adamın isterikasına hamımız şahidlik etmişik. Özünü öldürürdü ki, Avropa Birliyi Ermənistanı özünün vassalına çevirmək istəyir. Paşinyanı da gözətçi qoyublar burada və s. və ilaxı. Yəni, bu adam birbaşa Rusiyanın mövqesini müdafiə edən şəxsdir. Bu günləri Rusiyanın Trip layihəsinə olan mənfi münasibəti fonunda bu adam belə bir təşəbbüslə çıxış edib. Və necə qoyulur, necə əsaslandırırlar bunu? Ermənistanın suverenlik məsələsi. Axı, Trip layihəsi Ermənistanın suverenliyinə bu və digər şəhətdə təhdid deyil. Təhdid, bayaq Paşinyan qeyd etdiyiniz məsələdir. Ermənistanın dəmir yollarının bir ölkədən asıllığıdır təhdid. 2 milyardı indi biz sizinlə müzakirə edəcəyik. Ölkə ərazisində hərbi bazanın yerləşdirilməsidir suverenliyə təhdid. Yəni, sabahları Paşinyan bu müqaviləni, Ermənistan bu müqaviləni Amerika Birləşmiş Ştatları ilə yox, Rusiya ilə imzalasaydı, Trip layihəsinin, həmin yolun nəzarətinin Rusiyaya verilməsi. Görəsən, Ağacanyan yenə də bu suverenlik məsələsidir, mütləq şəkildə referendum keçirilməsidir, deyərdimi? Deməzdi. O baxımdan düşünmürəm ki, bu məsələdə referenduma çıxarılsın. Birinci məsələ konstitusiyadır. Avropa İttifaqı çox-çox sonrakı dövrdür. Trip isə ümumiyyətlə müzakirə mövzusu deyil. Rəşid müəllim, yəni bir təxminən eyni dövrü əhatə elədiyimiz üçün yaşımız. Sizcə, bax, bu üç qutu və Paşinyan nəyi sizin üçün xatırlatdı? Sizin yadınızdadır, metroların qarşısında o vaxtda belə bir oyun var idi. Bir dənə nəsə qoyurlar və 3 dənə qabı fırlayırdılar. İndi əslində bunların birinin içində hə var, ikisində yoxdur. Və mən düşünürəm ki, əgər hətta referenduma gedərsə Paşinyan, bu qutuları fırlayacaq və istədiyi cavabı çıxardacaq. Çünki bu şeydə çox mahirdir Paşinyan. Təbii ki. Seçki saxtalaşdırmaqda da çox demokratik yolla, dünyada unikal demokratik yolla seçki saxtalaşdırmaq modelini yaratdı ki, bütün Avropa dedi ki, demokratiya elə budur. Yox, tək yaratmadı. Avropa ilə birgə yaratdı. Hətta indi ola bilərdi. Onlarda birgə bir çox şeylər olur. Çünki o təlimatı faktiki olaraq Avropa İttifaqının seçkidən öncə yaranmış xüsusi bilirik, müşahidə missiyası ora göndərilmişdir. Adı qoyulmuş ki, 3-cü ölkələrdən gələ biləcək təhlükəsizliyin qarşısını almaq üçün sistemi onlar işlədilər, Paşinyan da icra elədi. Və indi mən bu məsələyə toxunum. Bu 2 milyard dollar, indicə bu açıqlamanı verdi Nikol Paşinyan ki, 2 milyard dollar biz ödəniş istəyəcəyik. Niyə 2 milyard? Bunu bir müzakirə edəcəyik. Amma buna qədər mən istəyirəm bizim infoqrafikanı verəsiz. Biz bu infoqrafikanın ətrafında bir sual da yaranır. Hamı deyir ki, bu və ya digər şəkildə Rusiya ilə Ermənistan arasında bir müəyyən emmə var, iqtisadi emmə var, alışda, gəlişdə, gedişdə və s. Biz belə bir infoqrafika hazırladıq, görək nə dəyişib 2025-ci il və 2026-cı illə müqayisədə və eyni zamanda 2026-cı ilin ilk 5 ayı ərzində göstəricilər. Rusiya ilə biz ümumi düşmə tempim aydındır hansı səbəblərə görədir. Avropa İttifaqı ilə bir qalxma var. Amma bu qalxma faizləri kifayət eləyəcəkmi? Baxın, bu balansın, bax mən bayaq dedim 2 milyardı mən elə belə demirəm. Bu dəqiqə Rusiya ilə Ermənistan arasında mənfi düşmə 1,73 milyarddır. Yəni elə 2 milyard onu istəyir, o balansı istəyir. Və bu idxalın 31% enməsi, ixracın 3% enməsi, ümumi dövriyyənin 20% enməsinin həm də bundan balanslaşdırmaq istəyir. Avropa İttifaqında isə vəziyyət necədir? Dövriyyədə 46% qalxma var. Amma bu nəyin hesabınadır? Bu çox önəmli məsələlərdir. Bu qalxmanın əsas mənbəyi Rusiyadan gələn və sadəcə olaraq Ermənistanda emal olunan, tutaq ki, brilliantın hesabınadır. Tutaq ki, nəyin? Yəni, bu gizli iqtisadiyyatdır. Bu Ermənistanın nə əriyi deyil ki, mürəbbə pişirirlər bu faizi qaldıran. Nə də digər o kanyakı və yaxud da şərabı deyil. Burada ixracın 92%-ə, idxalınsa 29% qalxması artıq suallar yaradır və bu suallar ətrafında da düşünmək lazımdır. Rusiya bu klapanı bağlayarsa, hansını ki heç vaxt eləməyəcək, çünki o klapan onun özünə də lazımdır.
bu rəqəmlər ümumiyyətlə aşağı düşəcək. Bu aydındır. Və Rusiya ilə hələ lider olduğunu bizim göstəricilər də göstərir. Çünki cəmsi 3 dəfədən 1,66 dəfəyə enibdirsə, yəni enmə sürəti varsa, amma yenə də ümumilikdə ticarət dövriyyəsinin bir rəqəminə baxın, 7 milyarddan çoxdur. Burada ən önəmli faktor 4-cü cədvəl, yəni ümumi ticarət payıdır. Bəli. Bu günləri o ümumi ticarət payını 35%. təbii ki, bu ümumi ticarət payı ilə müqayisə etmək mümkün deyil. Və Hələ... Paşinyanın da Rusiyaya sərt təpki göstərməməyinin və birbaşa U dönüşü etməməyinin, Bəli. maksimum şəkildə o bazarda qalmaq istəməyinin səbəbi məhz odur. Bax, bu rəqəm. Siz çox maraqlı bir şeyə toxundunuz. Bu rəqəm əgər azalsa, bu rəqəm də avtomatik düşəcək. Çünki bayaq dediyimiz kimi bir çox hallarda burada reeksport gedir. Bəli. Yəni Rusiyadan gələn sanksiyalardan yayılan mallar Avropaya gedir. Baxın, əvvəl hansı istiqamətdə idi reeksport? Avropadan Rusiya sanksiyalar səbəbi ilə birbaşa Rusiyaya daxil ola bilməyən məhsullar Avropadan Ermənistana daxil olurdu və Ermənistandan Rusiyaya ötürülürdü ki, bunun nəticəsində də Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmində kəskin sıçrayış var idi. Amerika Birləşmiş Ştatlarının prosesləri birbaşa öz nəzarətinə götürməsi, ondan sonra Ermənistanın eksportuna ciddi şəkildə nəzarət imkanlarını əldə etməsindən sonra orada kəskin enmə müşahidə olunmağa başladı. Yoxsa ki, Ermənistanla Rusiya arasında ənənəvi ticarət dövriyyəsi 2 milyard, 2 milyard yarımdan yuxarı qalxmırdı. Heç vaxt qalxmırdı. Ən dost olan vaxtlarında da. Bu reeksport nəticəsində qalxmışdı və o, belə deyək, böyük həzmdə tam bağlanmayıb o da. İndi siz təsəvvür edin, bir anlıq təsəvvür edin. Bu 35% yarı-bayarı düşərsə, bu da avtomatik düşəcək və bu Ermənistan üçün iqtisadi fəlakət deməkdir. Və bu mənada nə tripə yox deyə bilməz, nə referenduma yox deyə bilməz. Çünki Türkiyə faktoruna ümidlidir. Mən də onu qeyd edəcəm. Azərbaycan faktoruna ümidlidir. İndi gələk, bax, o 2 milyard dediyimiz həmən bax bu rəqəmdir ki, ümumilikdə enmə nəticəsində onun itkisi var. O itkini də, yəni Rusiyadan gələ biləcək, demək, nə ərikdən itirdi, nə şərabdan itirdi və hətta Putinin də belə geniş şəkildə dediyi ki, hara satacaq şərabını, o da indi simbolik deyir də hara satır və s. Söhbət ondan gedir ki, demək, məsələ nə şərabda deyil, nə də ərikdə deyil. Məsələ brilyantdadır, qızıldadır, hansı ki, çox önəmli bir yer tutur və bununla bağlı da ümumiyyətlə Ermənistanın dövlət büdcəsində hansı yeri tutur və əslində o rəqəmlər də məhz bu reeksport vəziyyətində, yəni əldə edilmiş gəlirlər. Mən Rəşad müəllim, sizə təşəkkür edirəm. Yaxın günlərdə biz bir sıra xəbərləri də izləyəcəyik, həm də Ermənistan parlamentinin yeni iclasında nələr qəbul olunacaq, bunu da sizinlə müzakirə edəcəyik. Mən sizə təşəkkür edirəm. Aktual gündəmsə